Salam əziz ikincilər və valideynlər. Gəlin bugün birlikdə tapşırıqları həll edək. İkinci sinif riyaziyyat, ikinci hissə səhifə 37 və 38-dəki tapşırıqları həll edək. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Siz kanalımıza abunə olsanız, yeni videolarımızdan yararlana bilərsiniz. Gəlin başlayaq. Misal 1. Ümumiləşdirici tapşırıqlar. Şəkillərə uyğun vurma və bölmə əməllərinə aid misallar yazın. Burada birinci şəkildə gördüyümüz kimi hər sütunda 3, hər sətirdə isə 4 dənədir. Kökə vardır. Gəlin başlayaq misalımızı həll etməyə. 3-ü 4-ə vururuq. Hər sütunda 3 kökə, hər sətirdə isə 4 olduğu üçün 3-ü 4-ə vururuq. 12, 4-ü 3-ə vururuq. 12, 12-ni 3-ə bölürük 4, 12-ni 4-ə bölürük 3. İkinci şəkildə 3-ü 6-ya vurmalıyıq. Gördüyümüz kimi burada hər sütunda 3, hər sətirdə isə 6 dənədir. 3 vur 6, 18, 6 vur 3, 18, 18 bölü 3, 6, 18 bölü 6, 3. Növbəti şəkildə 2 vur 5, burada hər sütunda 2 paxlava, hər sətirdə isə 5 paxlava var. Deməli 2-ni 5-ə vururuq 10, 5-i 2-yə vurduqda 10, 10 böl 2, 5, 10-u 5-ə böldükdə 2. Növbəti şəkildə 5-i 6-ya vururuq 30, 6-nı 5-ə vururuq 30, 30-u 5-ə bölündə 6, 36-ya böldükdə 5. Keçək misal 2-yə, hesablayın. Gördüyümüz kimi burada vurma və bölmə əməlləri verilmişdir. 12 böl 2, 6, 10 böl 5, 2, 24 böl 4, 6, 21 böl 3, 7, 5 vur 4, 20, 2 vur 0, 0, 2 vur 5, 10, 5 vur 6, 30, 18 böl 3, 6, 20 böl 4, 5, 1 vur 4, 4, 12 böl 3, 4, 3 vur 9, 27, 35 böl 5, 7. Keçək misal 3-ə, hesablayın və müqayisə edin. Deməli, biz misalın birinci hissəsini hesablayıb, digər tərəflə onu müqayisə etməliyik. 16-nı 4-ə böldükdə 4 edir. 4 ilə 3-ü müqayisə etdikdə 4 böyükdür 3-dən. 30-u 5-ə böldükdə 6 edir, 2-ni də 3-ə vurduqda 6 edir. Ona görə 6, 6-ya bərabərdir. Burada ulduzun yerinə bərabərdir işarəsi yazacaq. Bu şəkildə. Burada bu misalın cavabı böyükdür. Burada bərabərdir. Burada 2 vur 4 edir 8, 24-ü 3-ə böldükdə 8 burada bərabərdir. Bu misalda bu birinci mörtəzənin içi həll olunur. 28-dən 10 çıxanda 18, 48-dən də 18-i çıxıb həmin bu cavabı müqayisə edirik. Növbəti misalda bu misalın cavabı böyükdür. Burada mörtəzənin içi həll olunur. 20, 28-dən 20 çıxanda 8 edir. 35-i 5-ə böldükdə 7 edir. 8 7-dən böyük olduğu üçün böyükdür işarəsi yazırıq. 4-ü 4-ə vuranda 16, 3-ü 5-ə vuranda 15. 16 15-dən böyükdür. 5 vur 0, 0 edir. 4-ü 0-a vurduqda 0 edir. Ona görə bu misalların cavabı bərabərdir. Misal 4. Uyğun misallar yazmaqla suallara cavab verin. Vuruqlardan biri 2, digəri 7 olarsa hasil neçəyə bərabərdir? Ona görə 2-ni 7-yə vururuq 14. Bölünən 20 bölən 5 olarsa qismət neçədir? 20-ni 5-ə bölürük, edir 4. 4 ədədindən 3 dəfə böyük olan ədəd hansıdır? 3 dəfə böyük deyirsə 4-ü 3-ə vurmalıyıq 12. 16 ədədindən 8 dəfə kiçik olan ədəd hansıdır? 8 dəfə kiçik deyirsə 16-nı 8-ə bölürük, edir 3. Edir 2. 16-nı 8-ə böldükdə 2. 8-in 4 misli neçəyə bərabərdir? 4 misli deyirsə 8-i 4-ə vurmalıyıq, 32. Bu şəkildə. Məsələ 5. Elxanın 7 yaşı var. Atası ondan 5 dəfə böyükdür. Elxanın atasının neçə yaşı var? Deməli, yazırıq Elxan 7 yaş, atası ondan 5 dəfə böyük. Ona görə 7-ni 5-ə vururuq, 35. Cavab Elxanın atasının 35 yaşı var. Bu şəkildə. Məsələ 6. Kitabxanaya 28 kitab gətirildi. Kitabxanaçı bu kitabları 4 rəfə bərabər yerləşdirdi. Hər rəfdə neçə kitab oldu? Gətirildi 28 kitab, yerləşdirildi 4 rəfə bərabər, hər rəfdə sual işarəsi. Həlli 28-i 4-ə böldükdə 7 edir. Cavab 7. Hər rəfdə 7 kitab oldu. Məsələ 7. Mağazada 3 gün ərzində 27 qutu meyvə şirəsi satıldı. Hər gün eyni sayda meyvə şirəsi satılarsa, bir gündə neçə qutu meyvə şirəsi satıldı?
Deməli, 3 gün ərzində 27 yazırıq, satıldı. 3 gün ərzində 27 qutu. Aşağıdan yazırıq, hər gün eyni sayda. Daha sonra yazırıq, bir gündə tire sual işarəsi. Onun üçün 27-ni 3-ə bölürük, edir 9. Deməli, bir gündə 9 qutu meyvə şirəsi satılmışdır. Keçirik səhifə 38-ə. Qutuda, məsələ 8. Qutuda 8 kub var. Bu konusların sayından 2 dəfə çoxdur. Qutuda neçə konus var? Sizcə kimin cavabı doğrudur? Lalə deyir, qutuda 4 konus var. Samir deyir, qutuda 16 konus var. Deməli, gəlin birinci məsələnin planını yazaq. Qutuda var 8 kub. Konuslar, biz burada, bizə burada deyir 2 dəfə çoxdur. Yəni, deyir bu qutuda olanların, kubların sayı konusların sayından 2 dəfə çoxdur. Deməli, konus bundan 2 dəfə azdır. Biz burada 2 dəfə az yazırıq. 2 dəfə çox yazmırıq. Bizə deyir ki, kublar konuslardan çoxdur. Konus isə qutudakı kubdan 2 dəfə azdır. 2 dəfə az, konusların sayı sual işarəsi. 2 dəfə çox yazsa da biz burada 2 dəfə az yazırıq. Konusların sayı axı 2 dəfə azdır, ona görə. 8-i 2-yə bölürük 4. Cavab 4 konus var. Lalənin cavabı doğrudur. Məsələ 9. Pul qabında ancaq 3 qəpikliklər var. Elxan onları sayıb pul qabından cəmi 16 qəpik olduğunu söylədi. Sizcə o doğru söylədimi? Deməli, bunu belə yaza bilərik ki, 3-ün heç bir ədədlə hasili 16 olmur. Biz vurma cədvəlindən bilirik ki, 3-ü heç bir ədədə vurduqda 16 etmir. Ona görə onların sayı 16 ola bilməz. Heç bir rəqəmləri və yaxud da qəpikləri toplasaq, cəmi 16 edə bilməz. 3 qəpiklikləri toplasaq olmur. Deməli, sizcə o doğru söylədimi? Xeyr. Məsələ 10. Samirin kürəciklərinin sayını 5-ə vurduqda 30 alınır. Samirin neçə kürəciyi var? Anarın kürəciklərinin Samirin kürəciklərinə 2 dəfə çoxdur. Anarın neçə kürəciyi var? Deməli, birinci yazırıq. Samirin neçə kürəciyi var? Bunu tapmaq üçün 30-u 5-ə bölürük, edir 6. Deməli, Samirin 6 kürəciyi var. Daha sonra deyir, anarın kürəcikləri Samirin kürəciklərindən 2 dəfə çoxdur. Anarın neçə kürəciyi var? 2 dəfə çox deyirsə, 6-nı 2-yə vururuq, 12. Deməli, anarın da 12 kürəciyi var. Cavab, Samirin 6, anarın 12 kürəciyi var. Məsələ 11. Səbinənin gizlətdiyi fəza fiqurunun 5 təpəsi 8 tili var. Səbinə əlində hansı fiquru gizlədib? Bu fiqurun neçə üzü var? 4 belə fiqurun cəmi neçə üzü var? Deməli, Səbinə əlində hansı fiquru gizlədib? Biz bilirik ki, 5 təpəsi 8 tili olan fiqur piramidadır. Deməli, birinciyə yazırıq, birinci suala piramida. Səbinə əlində piramidanı gizlədib. Bu fiqurun neçə üzü var? Bilirik ki, piramidanın da 5 üzü, 5 təpəsi 8 tili var. Deməli, 5 üzü var. Üçüncü sualımız. 4 belə fiqurun cəmi neçə üzü var? Ona görə 4-ü 5-ə vururuq, tapırıq 20. Məsələ 12. Parkda 8 söyüd ağacı və bundan 2 dəfə çox şam ağacı əkdilər. Parkda neçə şam ağacı əkdilər? Parkda cəmi neçə ağacı əkdilər? Birinci, parkda neçə şam ağacı əkilib? 2 dəfə çox şam ağacı əkilib deyilsə, 8-i 2-yə vururuq, 16. Daha sonra tapırıq, parkda cəmi neçə ağacı əkiblər? 8-in üstünə 16 gəlirik, edir 24. Deməli, cavab parkda 16 şam ağacı əkilib, cəmi isə 24 ağac əkilib. Məsələ 13. Bidonda 20 litr süd var idi. Bu bidondan hər biri 3 litr tutan 4 balonu süd töküb doldurdular. Balonlara cəmi neçə litr süd tökdülər? Bidonda neçə litr süd qaldı? Deməli, birinci tapırıq, balonlara cəmi neçə litr süd töküblər? 3-ü 4-ə vururuq, edir 12. Niyə 3-ü 4-ə vururuq? Çünki deyir, bu bidonda hər biri 3 litr tutan 4 balon. Burada şəkildə gördüyümüz kimi hər biri 3 litr tutur və 4 dənədir. Ona görə 3-ü 4-ə vururuq. Tapırıq 12 litr. Və bizdən soruşur ki, bidonda neçə litr süd qaldı? Biz bilirik var idi 20 litr. 20 litrdən 12-ni çıxırıq, edir 8 litr. Cavab 8 litr süd qaldı.
Məsələ 14. Aynurun 8 stikeri var. O bunları bir neçə dostuna bərabər sayda paylamaq istədi. Aynur neçə dostuna və nə qədər stiker paylaya bilər? Bir neçə nümunə göstər. Deməli, buna görə 8-i 2-yə bölürük, edir 4. 8-i də 4-ə bölürük, 2. Biz burada görürük ki, hər sütunda 2 stiker var, hər sətirdə isə 4 stiker var. Ona görə misalımız bu şəkildə həll olunacaqdır. Bu isə ona aid bir neçə nümunə. Bugünkü tapşırıqlarımız bu qədər əziz şagirdlər və valideynlər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.